Meyvə tərəvəz bol, qiymətlər isə fərqli. Piştaxtaları mövsümi məhsullar bəzəyir. Satanlar bolluqdan razı olsalar da, alanlar isə bəzi qiymətlərdən narazıdır. Normaldır, pis deyil. Nədə bahaçılıq var? Tərəvəzdə yoxsa meyvədə? Meyvələrin hansına baxsın, hələ hamısı bahadır. Heç bir ucuzu yoxdur. Amma gəlin nə yola veririk də indi. Tərəvəzlərə necədir vəziyyət? Pis deyil. Hardasa baxır mala nə alırsan da. Məsələn, meyvədən mi ucuzluq hiss elədiniz, tərəvəzdə mi? Meyvədə də tərəvəz bahadır. Meyvədə ancaq ucuzluq var. Ümumiyyətlə isə bazarlarda məhsulların qiyməti gətirildiyi bölgəyə və ölçüyə görə dəyişir. Çəli 3 manatdır, 2 manata da var, 3 manata da var. Yəni kalibrına baxırlar da, iri xırdası. Göycə 5 manat, 4 manat, alça 2 manat 50 qəpiyə. Pomidor hər qiymətə var qızım. Bax 2.30-a da var, 2.50-yə var, 2.70-ə var. Bir illik yaxşıdır, qəşəng. Hər şey bolluqdur. Xalib iri xırdası ilə ölçülür. Bax irisi 1.50-dir. Ondan xırda 2, ondan xırda 2.20, laf xırdası 2.50. Anam xiyar bu 2 manata. Bu 2.50-yə dolmalıqdır hamısı. Xiyar 2.50-yə. Zirə malıdır, təmiz şumaldır. Meşox malı deyil. Tənəkdəki üzüm yarpağıdır da 3.50. 2.50 qəpik, ucuz, 3'ü 1 manat. Paxla 1.50. 1.30-adır. Lobiya neçədir? 5 manat. Qırmızı soğan 1 manat 20 qəpik. Kartof da təzə 1 manat. Tərəvəzlərdən kartofun təzəsi ilə köhnəsi arasında qiymət fərqi çoxdur. Satıcılar isə bunun səbəbini belə izah edir. Yox, köhnə kartofun alıcısı çoxdur, çim təzədən. Təzəni alan azdır. Çünki köhnə kartofun dadı və keyfiyyəti yaxşıdır. Təzə tez xarab olur. Təzə tez xarab olur, bəli. Təzənin alıcısı artıq demək olar ki, yoxdur. Alan da 1 kilo, 2 kilo alır, o da bizi qane eləmir. Ümumiyyətlə, bəs qiymətinin baha olmağının səbəbi nədir? Qiymətin baha sabah olmağı ki, təzə kartof Rusiyaya gedir ona görə. Əksinə bu kartof ömrü azdır. Ondan birazdan sonra qurtarır. Köhnə kartof ucuzdur. Təzə deyə ona görə. Təzələr baha olur. Satıcılar bildirir ki, son günlər bazarlarda məhsulların qiymətinin baha olmasının səbəbi havaların qeyri-sabit keçməsidir. Qiymətdə mal yoxdur da, bahadır mal. Hələ təzə salyan gəlir, 3 neçəyə salyan elə avtovoy. Yəni mal bahadır, yoxdur. Qıtdır mal. Yağışlarla mı əlaqədar, nə ilə əlaqədar? Yağışlarla leysan yağır da, rayonlara yağış yağır, ona görə də mal bahalaşır. Təzə köhnə qutarır, təzə də indi başlayır. Ona görə elə bahalıq. Hava belə, o yağış olanda yığmaq olmur, onu bağlaşır. Yağış olmayanda dərirlər, yəni dolu olur. Satıcıların sözlərinə görə havalar isinməyə doğru getdikcə məhsulların da qiymətində ucuzlaşma başlayacaq. Rozana Kərimli, Əli Əkbərov, Xəzər xəbər.